Ümumi ingilis dili öyrənən zaman nəyə diqqət etməlisiniz? Ən vacib məqamlardan biri nədir? Digər vacib bir məsələ isə dil səviyyələrinin öyrənməsi zamanı müddət məsələsidir. Bildiyimiz kimi əksəriyyətimiz kurslara həftədə 2 və ya maksimum 3 dəfə müəyyən bir saat, saat yarımlıq müddətlərə gedirik. Təbii ki, bu çox azdır. Dil öyrənmədə ən etibarlı mənbə sayılan Cambridge Assessment English qeyd edir ki, bunun üçün siz 1200 saat dil tədrisi ilə məşğul olmalısınız. Təbii ki, bu həftədə 2 dəfə kursa getməklə bu saat sizə bəs etməyəcək. Onun üçün siz mütləq şəkildə dili gündəlik həyatınızın bir parçasına çevirməlisiniz. Siz bu dili işdə, məktəbdə, küçədə dostlarınızla istifadə etməlisiniz. Bu prosesə dilə məruz qalma deyilir. Dili həyatımızın bir parçasına çevirməklə onu və qeyd edilən qaydalara əməl etməklə çox rahat bir şəkildə öyrənmək olar.